Kocacılar salamlayacaqsınız. Bugün TypeScript dünyasında JavaScript'in ürəyi olan Object-dən danışacaq. Bizlər bilmək istəyirik ki, TypeScript dünyasında Object necə təşkil olunur və nələrə fikir vermək lazımdır. Bizlər hamımız gözəl anlayırıq ki, TypeScript bizə boşuna gəlməyib. Microsoft'un bizə verdiyi JavaScript dünyası üzərində, həqiqətən də elədir, JavaScript üzərində bizim üçün qayda və qanunu təşkil edən bir imkandır TypeScript və əvvəldə vurğuladığım kimi, əgər JavaScript biliyi azdırsa, TypeScript'ə keçid almayın. Qayıdın, JavaScript'i gözəl öyrənin, çünki TypeScript həm JavaScript'i bilənə lazımdır, həm də ki ayrıca öz dünyası var. TypeScript'də elə şeylər var ki, JavaScript'də yoxdur. Amma TypeScript'ə keçid alan JavaScript'i gözəl bilməlidir. Sizlər mənə Kocaz kanalında, YouTube'da, kommentdə ayrıca sual olaraq vurğulayırsınız. Öyrənmək istəyirsiniz ki, Kocaz kanalında TypeScript dərsləri, videoları davam edəcək ya yox? Mütləq edəcək. Ola bilsin, arada müəyyən qədər bir vaxt buraxdım. O da səbəbi var. Tələbələrimlə başlamışam artıq. Kocaz kanalında kurs olaraq davam edirəm. Amma bu mənə mane olmamalıdır ki, mən davam edim. Çünki TypeScript doğrudan da başqa bir dünyadır və onun özünü tanımaq başqa bir aləmdir. Belədir ki, Objects in TypeScript getdi. Mən artıq redaktordayım və gəlin başlayaq. Ən sadə bir obyekt yaradaq. Deyək ki, let user və JavaScript'də çox bəsit, çox rahatdır bir obyekt yaratmaq. Obyekt nədir? Mən artıq vurğulamıram. Buna dair JavaScript bilikləri sizdə olmalıdır. Və fikir verin ki, burada user adında object'in düşünürəm ki, adı olmalı. Düzdürmü? Yaşı, e-mail və s. və ilaxır. Belə bir şeylər olmalıdır və gəlin sadə bir obyekt yaradım. Deyim ki, name, düzdürmü? Və qoy sözü gedən name olsun, məsələn, Zahid. Əla. Və eyni zamanda istəyərəm həm də yaş da vurğuluyum mütləq şəkildə və deyim ki, age və qoy olsun, məsələn, 33. Qeyri-adi bir şey deyil və artıq object yaratdım. Məsələ ondadır ki, hətta aşağıda əlavə olaraq user email bərabərdir deyərəm Zahid nöqtə məsələn J və hər hansı bir email gmail.com məsələn. Belə bir şey əslində yaza bilərəm, amma bu JavaScript dünyasına aiddir. TypeScript belə yaşamır. TypeScript belə işləmir. Üstəlik də ki, nə qədər sazlamalar etmişdik bundan qabaq config-in içində. Hər şey nəzərə alınmalıdır. Amma bir dəqiqə. Beləliklə çox maraqlıdır ki, mənim e-mailimi çöldən JavaScript icazə verir əlavə etmək. Amma TypeScript dünyası elə deyil. Həqiqətən də elə deyil. Və mən istəyərəm hətta icraya verim. Görüm ki, mənə compile nə deyər və necə işləyər və burada deyir ki, property email does not exist. Beləliklə, qanun başladı. Beləliklə, gəlin, qanun bizdən nə istəyirsə, qayda, nizam, intizam bizdən nə istəyirsə TypeScript dünyasında onu da yazaq. Çünki sərhədsiz JavaScript deyil. Mən burada başqa bir şey yazmalıyım. Və yenə də deyim ki, let user, amma həqiqətən də mən ona deyim ki, sənin tipin obyekt olacaq ha. Özü hansı obyektdən. Qoy hər şeydən xəbər olsun, tipinə qədər hər şey bilsin. Ona görə də, hətta gəlin mən əlavə olaraq ID deyim ki, user ID-dən ID propertisindən ibarət olacaqdır. Əlavə olaraq name'i onun olacaqdır. O da string ailəsindən olacaqdır. E-mail vurğulaya bilərsiniz. Hər şey nə istəyirsiniz əlavə olaraq bildirə bilərsiniz. Amma məsələn age olsa mənə bəsdir. Onsuz da qısa bir şeydə maraqlı bir mövzunu göstərmək istəyirəm. Və name də olsun. Məsələn number, başqa bir şey də demirəm. Və bildirəndə ki, ey user obyekti, sən TypeScript dünyasında bunlara malik olacaqsan, ondan sonra gedib deyirəm ki, hə, dəyər olaraq nədir? Bəlkə də sizi ilk birincidə qorxudur, qarışdırır, amma narahat olmayın. Gəlin birinci belə göstərim, amma bundan gözəl də dünya var TypeScript'də və getdi. Dəyər verim, deyim ki, ID olsun məsələn 32, name bu dəfə gəlin olsun Aysel və böyük hərfi yazmaqla və eyni zamanda gəlin deyək ki, age olsun 16.
Bu qədər. Düşünürəm ki, pis də yazmadıq. Əla da oldu. Bundan hamısını vurğuladım. Dedim, nə gözəl. Düz indi bu saat user heç halda istifadə etməmişəm. Error da ala bilərəm. Çünki biz TypeScript configində hər şey gözəl intizama salmışıq və bilirik ki, yaratmışsansa bunu istifadə etmək üçün yaratmışsan. Boşuna bu user burada dayanmır. Gəlin sadəcə console log user deyim bir anlıq və görüm ki, hər şey yaxşıdırsa, mən hətta burada gəlin burada hətta compile verim və görüm error varsa görəcəm, yoxdursa əla, error yoxdur və gördüyünüz kimi sən demə mən çox maraqlı formada özüm üçün bir hətta terminalı bir anlıq yığışdırım, özüm üçün bir maraqlı dünya yazdım. Mən bilirəm ki, buradan indi bu saat gəlin test edək, tanıyaq. İndi bu saat mən user.email desəm ki, bərabərdir Aysel deyək ki gmail.com belə bir şey. O mənə deyəcək ki, bir dəqiqə, özün dedin ki, qayda qanun var. Burada email sən yazmısan, amma bu sırada email yoxdur, düzdürmü? Sən nə deyə email ötürsən mənə? Düz deyir. Amma ola bilsin ki, gəlin görün nə maraqlı bir şey deyim. Mən düzdür, dəyərlər içində, fikir verin ki, dəyərlər içində verməmişəm email. Amma ola bilsin ki, gəlin buranı komment edeyim. Amma ola bilsin ki, həmin sözü gedən user'ın emaili var, ya da ötürülməyə də bilər. Belə bir şey çox maraqlıdır və strukturuna email əlavə edirəm və aydın məsələdir ki, yenə də string olaraq vurğuluyum. Amma sözü gedən email ola bilsin heç ötürülməsin. Belə bir şey var. Bir fikir verin ki, belə saxlasam artıq mənə altından qırmızı xətt çəkir ki, yəni dəyər verdin və email burada heç vurğulamadın. Ola bilsin sonu vurğulanacaqdır və indi bu saat mən deyirəm ki, bax, elan etmişəm emaili, amma ötürülməyə də bilər. Optional statement burada olmalıdır. Sual işarəsi nədir? Artıq biz onu bilirik. Və indi bu saat yenə də gəlin mən özüm üçün çalışım terminalı çağırım və bu terminalda əslində nə istəyəcəm? Sadəcə bəsit bir icranı verim və error almayacamsa hər şey gözəldir. Amma məsələ ondadır ki, bayaq bu hissədə mən error alırdım, hətta bayaq bundan qabaqki halda və mənə çox maraqlıdır ki, sonradan email əlavə etməyimlə bir problemi yaratmıram ki özümə və hər şey gözəl. Nəticəyə baxmıram, aydın məsələdir, mənə nəticə gəlmir, çünki mən gedib index.js'i icra verməliyəm, bundan hamısı artıq gözəl bilirəm, amma sən demə, belə maraqlı imkan var. TypeScript'də qanun çərçivəsində hər şey yazsan, obyektin olur gözəl. Amma düzdür, belə bir şəraiti qurmaram, amma tanıtım üçün gözəldir. Hətta bir məqam var, onu da göstərim. Gəlin bir anlıq təsəvvür edək ki, bizim ID olan property dəyişməməlidir bir mənalı olaraq və user'da sən demə gedib belə bir şey eləyə bilmərsən, baxmayaraq ki, səndə ID artıq property var, o xassəyə dönüb hansısa bir dəyişik bir dəyər də verə bilərsən. Məsələn, belə bir şey edə bilərəm. User ID bərabərdir, əvvəl deyək ki 32 idi, indi deyirəm 35 və yaxud da ki qayıdıram 13 etməyə cəhd edirəm və belə bir halda mən indi bu saat sadəcə icra versəm bir problem yoxdur və icazə var. Yəni obyekti əvvəl dəyəri nə etsə sonra dəyişə bilərəm. Amma TypeScript'də əlavə olaraq imkan var. Deyə bilərəm ki, məsələn, ID olan həmin sözü gedən property dəyişə bilməz və məhz belə bir hallar üçün read only var. Yəni oxumaq üçün yaranıb dəyişə bilmərsən. Və indi bu saat hətta altına xətt çəkir ki, sən ID-yə toxuna bilmərsən. Və belə bir şey TypeScript'də çox maraqlıdır və yenə də icra edirəm. Burada assignment'in problemi olduğunu vurğulayır. Deyir ki, read only property olduğunu artıq vurğulamışam və ola bilməz ki, hansısa bir dəyər assign ID property assign oluna, şamil oluna və belə bir şeyin qarşılığını çox maraqlı formada məhz read only verməklə təşkil etmək olur. Bu qədərdir maraqlı məlumatın içində bir məqam var ki, o da ayrıca vurğulanmalıdır. Söhbət gedir metodlardan. Məhz ürəyidir obyekt JavaScript dilinin və TypeScript'də də hər şey nizam-intizamla yazıldığına görə mən biləm ki, obyektin metodları da var.
möhtəşəm metodlar var, amma mən burada artıq nizam, qayda, qanun içində necə hər şey təşkil etməliyəm, onu da göstərim sizə. Məsələn, deyək ki, greet me adında məhz sözü gedən bu adda ayrıca bir metod var. Yəni onu yazıb çox maraqlı şəkildə təşkil etmək lazımdır və nə olur? Bu sözü gedən açara bir anonim funksiya yazılmalı, bağlanmalıdır və TypeScript-də bunu necə elan edim ki, gələcəkdə onu yaza da bilim, həmin dəyəri ona şamil edə də bilim. Ona görə greet me adında indidən deyirəm ki, bir property olacaq və o mütləq şəkildə bir anonim funksiya sahib olacaqdır və indi hal-hazırda onun implementasiyası gedir. Yəni mən içini doldurmam, içini aşağıda dəyər olaraq verəcəm, amma indidən deyirəm ki, bir anonim funksiyadır və gəlin deyək ki, hələ ki heç nə qaytarmır mənə və belə bir şey yazmağa cəhd edirəm. Əslində parametrini də vurğulamalıyam. Gəlin deyək ki, bir parametr olsun. Gəlin bura deyim, məsələn, who. Belə bir şey demək istəyirəm və string ailəsindən olacaq deyə vurğulayıram. Belə bir tək bir parametri gözləyəcəyini bildirirəm və dəyərdə burada niyə də yazmayım, deyim ki greet me, düzdürmü, və birbaşa belə bir şey deyim və konsologda sadəcə deyim ki templatingdə niyə də yox, hello və vurğulayım sözü gedən o həmin who olan kəsimi və sonunda da bir nida qoyum. Bu qədər. Və fikir verin ki, metod üçün də işimi təşkil edirəm. TypeScript dünyasında ola bilməz ki, hər şey necə var yazarsan çıxay gedə. Qanun var, qayda var, nizam var, intizam var. Bunlar hamısı təsadüfi, özü hardasa dəyərlər deyək ki, fərqliliyi səbəbindən errorları bir daha sıfırdan axtarıb tapmamaq üçün bir şəraitdir. Ay Allah, harda yazdım bunu? Ay Allah, nə yazdım burada? Niyə işləmir? Sualına cavab axtarmamaq üçün TypeScript özü öncədən deyir ki, hər şey düzgün. Muncuq izah et, təşkil et, yaz. Mən də elə də yazdım. Çox maraqlı formada elan etdim ki, bir greet me metodu mütləq olacaqdır. Deyək ki, user obyektin və who adında, yəni bir deməli onun parametri olacaq string olaraq və nəsə mənə qaytarmalıdır. Hal-hazırda orada heç nə demirəm, amma burada artıq bir console log deyirəm, düzdürmü? Mən niyə də bunu indidən yoxlamayım? Və baxıram ki, hər şey yaxşıdırmı? Bəli, hər şey yaxşıdır və hətta artıq onu bilirəm ki, yaxşıdır. Onda gedib elə Node.js-də dəyərini də görə bilərəm. Gəlin bir Node.js Node çağrışımı edim, index.js faylımı run edim və görürəm ki, həqiqətən də console logda vermişəm userimi və onu da görürəm. Hətta gedib deyərəm ki, gəl greet me çağıraq və ona kodi.az yazım və bir daha icra etməyə cəhd edim və sadəcə error varsa görüm, yoxdursa nə gözəl, gedib elə bir daha çağıraram. Hello kodi.az. Aydın məsələdir ki, mən console logun içində vermişəm, eyni zamanda undefined da almışam, amma nə gözəl, sən demə belə bir metodu elan edərkən hər şeyini vurğulasan, sonunda da belə dəyər olaraq metodu yazsan, nəticə möhtəşəm olacaq. Amma qayda və qanun çərçivəsində TypeScript çətin bir şey deyil, çətin bir dil də deyil. Sadəcə bir örtükdür JavaScript üzərində, amma qanundur. Gözəl yazmaqla gələcəkdə React və başqa bir şeylər TypeScript üzərində yazanda olacaq həqiqətən də heç bir səhv olmadan olacaq gözəl bir layihə. Mən ümumiyyətlə TypeScript gələndə çox bəyəndim. Niyə də yox? Haçan JavaScript-də hər şey edə bilirdinsə, TypeScript-də düşünmək lazımdır, qurmaq lazımdır və buyurun. Metodlarda gözəl yazı bilmək TypeScript-də obyektin içində mütləqdir. Yazın, yoxlayın. Sizdə də mütləq alınacaq. Mən istəyirəm sonda çox maraqlı bir şey göstərim sizə. Hazırsınızsa indidən deyim ki, növbəti dərsin mövzusudur bu və eyni zamanda TypeScript-də çox maraqlı bir imkandır. Möhtəşəm bir şeydir. Bu həqiqətən də TypeScript-də məhəbbət artacaq qədər gözəl bir mövzudur. Söhbət gedir type alias.
biz alias qururuq. Biz belə ağır-ağır obyektlərimizi yazmırıq. Bəs əgər mən növbəti bir obyekt yaratsam, yenə demək olar ki, təxminən belə bir açarlar olsa, onda bu qədər mi yazmalıyım? Xeyr. Mən bu ana qədər sadəcə hər şeyi necə lazımdır çalışırdım göstərəm ki, biləsiniz ki, nədir. Amma bizlər belə yazmırıq. Sonda mən istəyirəm type nədir onu göstərim sizə və getdik. Alias necə qurulur? Yazırıq type və artıq ilk dəfədir ki, belə bir şey görürsünüz və type bərabərdir. Type user ad verirəm ona. Bərabərdir və artıq obyekt modelini burada qururam. Deyirəm ki, açarları bundan törənəcək, buna aid olacaq istənilən obyekt açarları filan modeldə, filan formatda olsun. Hətta bizim artıq varımızdır və elə bunu buradan götürərəm, düzdürmü? Birbaşa qaldıraram, onun içində yazaram. Çünki mən dəyər yazmamışam, gələcək bir modeli formatı qurmuşam və bu type aliasdır. Bundan sonra nə qədər obyekt yenə bu açarlara sahib olacaqsa, user'a aid olmasını vurğulamam yetərlidir. Sən demə, gəlin yazın bura user 1. Düzdürmü? Və burada artıq qoşa nöqtədən sonra ağır olan bayaqki yazını yazmıram. Sadəcə user deyirəm. Bu qədər user'a aiddir. Və hətta buranı komment edim sizin üçün. İndidən vurğulayıram ki, belə yazmaq gözəldir və hətta bundan qabaq mən içəridə yazanda vergül yazırdımsa nöqtəli vergülə dəyişdi. Çünki bilir ki, aliasdır. Mən alias yazanda hər bir açardan sonra mən vergülü yazmıram, nöqtəli vergüllə vurğulayıram. Möhtəşəm. Gördüyünüz kimi hər şey əladır və hətta indi bu saat console log deyim və user 1 göstərim. Görüm hələ işləyərmi ya yox. Nə qədər asandır həqiqətən də. Və getdik. Deyərəm ki, compile verim. Voilà, səhv yoxdur. Ay, nə gözəl, nə maraqlı. Hətta istəyərəm başqa bir obyektə yaradım. Yenə bu aliasa qulaq assın. Gəlin mən user 1 və user 2 yaradım. Özdə gəlin belə eləyək. Məndə qoy user 1, user 2 olsun və user 1-i yuxarıda rahat bir yerdə göstərim sizə. Let user 1 bərabərdir. Fiqur mötərizə açacağım. Amma indidən vurğulayıram ki, alias olaraq userdə nə model vardısa ona qulaq asacaqdır. Və içəridə rahat deyə bilərəm ki, ID məsələn 88, ad olaraq vurğulayım, məsələn name deyim ki Samir, düzdürmü? Və gəlin deyək ki age olsun 34. Bu qədər, başqa bir şey də lazım deyil düşünürəm mən. Hətta qoy maraqlı bir şey indidən göstərim sizlərə. Bu da çox maraqlı bir söhbətdir. Deyim ki bu metod bəlkə də olmayacaq mənim hər hansı bir obyektimdə. Bu da çox maraqlı bir mövzudur. Qoy elə bugün burada da göstərim. Və belə bir şey yaza bilərəmmi? Bəli, əslində yaza bilərəm. Və console log user 1 hətta user 2 yazım və yoxlayım görüm ki, belə bir şey yazsam error alaram mı? Bu user 1 daha qısadır user 2-dən, düzdürmü? İçində heç greet me yoxdur. Və gedərəm, yenə də compile verərəm. Voilà, nə möhtəşəm. Heç bir error yoxdur. Amma bir məqam var, onu sizə göstərim. Məsələn, gedib nə edə bilərəm? Burada istəyərəm, baxın, mövcud olana user 2-nin greet me metodunu çağırmaq istəyirəm. Amma çox maraqlıdır. Modelində bildirdim ki, aliasda bildirdim ki, ola bilsin belə bir şey yoxdur. Ötürülməyə bilər. Ötürülmürsə JavaScript dünyasında undefined sayılır. Çox maraqlıdır. Və əslində belə bir imkan bir çox compile dillərdə var. Məsələn, Dart dili keçirsinsə, orada mütləq var, o qarşınızda çıxacaq. Və görün nə yazıram. Nəticəsini görmək istəyirəm də. Yəni, user 2 greet me yazmaq istəyirəm. Greet me yazmaq istəyirəm və burada indidən vurğulayım kodi.az. Belə bir şey səhv eləməmsə yazmışdım. Hətta aşağıda var imiş. Belə bir şey yazıb icra etməyə cəhd edəcəm. Hətta user 2-dədir, bəli. Və görək altından indidən hətta xətt çəkir. Görəsən niyə altından xətt çəkir. Və gedib compile vermək istəyirəm. Voilà, əslində düz deyir. Ola bilsin qarşınıza çıxacaq, mən indidən deyim. Cannot invoke an object which is possibly undefined. Düzdür, ehtimalən ötürülməyəcək, undefined olacaq metodu sən çağırmağa cəhd edirsən deyir.
Və düz deyir. Belə bir şeylər çox maraqlı formada yazılır. Biz buna deyirik chained optional. Yəni əgər sən metoda demirsən ki, ola bilsin o ötürülməsin, yəni undefined kimi vurğulansın, onda 1 dəqiqə. Çağırışı da çox maraqlı olur və fikir verin ki, type alias mövzusunda başqa bir mövzunu əslində göstərdim sizə. Birincisi göstərdim ki, alias yazmaq nə rahat. Bundan sonra istənilən obyektlərə eyni bir alias verirsə olur möhtəşəm, amma eyni zamanda çağırış optional metod çağırışı onda sizdən istəyəcək ki, bura sual işarəsi qoyasan, sonra nöqtə qoyasan. Belə bir şey yazasan ki, o bilsin, undefined deyilsə çağıracaq, undefined isə problem deyil. Çox maraqlı bir şeydir. Yəni, açarı sən sual altında qoyub çağırmışsansa, o belə çağırılmalıdır. Və gedək, çalışaq. Sözü gedən bu məhsulu bir daha compile'dan verək. Run edək. Eyvallah. İndi tam gözəl yazılıb və istəyərəm neyniyim? İstəyərəm belə bir şeyi hətta çağırım, qoy məndə Node.js, index.js artıq formalaşıb, onun nəticəsini əslində görmək istəyim və enter vurum. Eyvallah, hello Kodiaz gəldi. Eyni zamanda user 1-nin və user 2-nin mən nəticəsini də görürəm və olur möhtəşəm. Görün, nə maraqlı əslində, gözəl, çox gözəl, çox rahat, səlis formada TypeScript-də obyekt yazıb yaratma olur. Alias üzərindən olur möhtəşəm. Belə bir biliyə sahib olmalısınız. Objects in TypeScript başqa bir dünyadır. Onu gözəl bilənə gələcəkdə öz alqoritmini yazmağa, data strukturunu qurmağa çox gözəl şərait quracaqdır və bilir ki, indidən type alias-a yazmaq çox düzgündür. Belədir ki, bundan sonra biz type alias çox istifadə edəcəyik. Əgər sizlər həqiqətən də gələcəyin gözəl JavaScript, TypeScript proqramçısı olmaq istəyirsinizsə və maraqlı interaktiv layihələr quracaqsınızsa, React, Vue.js və bu kimi kitabxanalar və frameworklər üzərindən, onda TypeScript sizə mütləqdir. JavaScript-i əla biləndən sonra TypeScript-ə keçmək mütləqdir. Bir mənalı olaraq mütləqdir və həmişə də vurğulayıram. TypeScript kursu o kəslərə aiddir ki, JavaScript-i gözəl keçib, kod yazdı JavaScript-i əla tanıyıb, əlimdən gələni etmişəm ki, maksimal olaraq JavaScript biliyi kod yazdı olsun. Aydın məsələn ki, bir çox şey göstərməmişəmsə də, bir çox şeyi də elə praktikada yaşayacaq görəcəklər bir mənalı olaraq. Amma TypeScript-siz mümkün deyil. Elə bir işə keçid alacaqsınız ki, orada proqramçı heyəti TypeScript-də hər şey yazır. Və deyəcəksiniz ki, ayda heyf mən onu bilmirəm və qayda bol mütləq öyrənəcəksiniz. Maraqlı layihələr güclü proqramlaşdırma dili üzərindən qurulanda, onda həqiqətən də belə bir kod yazanda, belə bir layihə yazanda TypeScript üzərindən möhtəşəmdir də. Güclü dilin üzərində, güclü layihə tam başqa bir şeydir və mən hər kəsi dəvət edirəm ki, TypeScript-i gözəl öyrənsin. Kodiaz kanalından öyrənirsə, nə gözəl, hər yerdə buna oxşar bir videolar vardır mütləq şəkildə, amma mən Azərbaycan dilində Azərbaycanlılarım üçün edirəm. Təmənnasız ta ki gözəl öyrənsin. Bax, nə edirsiniz, edin, gözəl öyrənin. Bir də əlinizdən gələn odur ki, Kodiaz kanalına abunə olasınız və digər öyrənmək istəyən kəsləri bu kanala dəvət edəsiniz. Sağ olun, sağ salamat.